ağam Hüseyin. Ağam 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 ağam. Ya Allahu, ya Allahu, ya Allah. İlah bu eller ki dərgahına uzanıb, hər bir evdə, hər bir yerdə, hər kim ki əllərini sənin dərgahına uzanıb, bu əlləri əli boş naumid qaytarma. İlahi amin deyən dilləri lal öldürmə. İlahi hər kimin nə dərdi var, nə hacəti var, bütün dərdlərimizə dərman elə. İlahi öz evin ziyarətin, Peyğəmbər Əhl-i Beyt ziyarətin bu ildə bizə nəsib elə. İlahi gezdiynən Kərbəla ziyarətin, ya Allahu, ya Allahu, ya Allah. İlah bu eller ki dərgahına uzanıb, hər bir evdə, hər bir yerdə, hər kim ki əllərini sənin dərgahına uzanıb, bu əlləri əli boş naumid qaytarma. İlahi amin deyən dilləri lal öldürmə. İlahi hər kimin nə dərdi var, nə hacəti var, bütün dərdlərimizə dərman elə. İlahi öz evin ziyarətin, Peyğəmbər Əhl-i Beyt ziyarətin bu ildə bizə nəsib elə. İlahi gezdiynən Kərbəla ziyarətin, Nəcəf, Kazimə, Samirrab, Məşəd ziyarətinin bütün arzusunda olanlara bizə nəsib elə. İlahi verdiyin nimətləri əlimizdən alma. İlahi günahlarımıza görə əldən verdiyimiz nimətləri gezdiynən bizə yeni. Quran deyir ki, əl tutmaq gözəl şeydir. Əl tutmaq lazımdır insanlara. Kasıblara əl tutmaq lazımdır. Ehtiyaclara əl tutmaq lazımdır. Xəstələrə kömək eləmək lazımdır. Bütün imkanı olanlar imkansızlara kömək eləmək lazımdır. Qurana baxın, siz namazla bərabər namaz qılarlar, zəkat verərlər. Namaz qılarlar, zəkat verərlər. Mən bilmirəm, bəlkə 15 dənə, 20 dənə vacib namaz əmri gəlibsə Quran-ı Kərimdə, hamısının yanında zəkat kəlməsi də gəlib. Namaz qılarlar, zəkat verərlər. Amma zəkatdan insanları məhrum eləyən nədir? Vacib zəkat var, xums zəkat. O başqa anlayışdır. Bir də ümumi zəkat var. Ümumi zəkat hansıdır? İnsanın əlində olanlardan Allah yolunda sərf eləmək. Bu ümumi zəkatdır ki, namazın yanında gəlir. Namaz qılarlar, zəkat verərlər. Allahın namazla bərabər tutduğu ikinci mövzu zəkatdır. Yəni Allah yolunda kömək eləyərlər. Allah yolunda kömək eləyərlər. Allah yolunda kömək eləməyin ən böyük maneəsi nədir? Həmin o nəfsdir. Həmin o şeytanın nəfsə vəhiy elədiyi mövzudur ki, şeytan sizə fəqirliyi vədə verib. Buna görə də insanlar Allah yolunda verməkdən qorxurlar, çəkinirlər. Amma təqva hissi olsa, təqva da ağla mühakimə eləsə, təqva ağla yürütsə, mövzu tamam fərqli ola bilər.